Salam, 15 testdən ibarət sınaq 1, belə deyim, buraxılış imtahanına uyğun olaraq, mövzulara uyğun olaraq belə bir sınağımız var. İzahına baxaq. Birinci vuruqlara ayırmadır. Bilirik ki, 11 və 9-un buraxılış imtahan mövzularından biri də müxtəsər vurma. Müxtəsər vurmanın tətbiqi ilə vuruqlara ayırma, dəyişənin mümkün qiymətlər çoxluğu bölmələri düşür. Yəni, bu bölmələrdən biri. Bir sual düşür və burada x kvadratı çıx 16 ifadəsini vuruqlara ayırın sualı verilibdir. Biz də bilirik ki, bu iki ədlinin fərqinin, kvadratının fərqi daha doğrusu müxtəsər vurma düsturudur. Yəni a kvadratı çıxılsın b kvadratı düsturudur. Burada müxtəsərin açılış düsturu a çıx b vurulsun a plus b. Bunu tətbiq edəcəyik. X kvadratı çıxılsın 16-nı da 4-ün kvadratı kimi yazsaq, təbii ki, bir toplama, bir çıxma alarıq. O da baxırıq B variantında. Görürsünüz, x çıx 4, x plus 4. Cavab B. İkinci sualımız kəsri ixtisar et. Deməli, burada da ortaq vuruq möhtərizə xaricinə çıxartmaqla cəbri kəsirlər mövzusuna aid belə bir sual düşübdür. Təbii ki, birinci surətə baxırıq. Surətdə ortaq vuruq nədir? Hər iki, belə deyim ki, əmsalda ortaq vuruq 5-dir. Çıxardırıq çölə, eləyəcək x plus 3. Bilirik ki, ortaq vuruq möhtərizə xaricinə çıxardarkən bölüb çıxardırıq. Yəni, 5-ə bölmədən istifadə eləyəcək. 5x-i 5-ə böləndə x eləyir, 15-i 5-ə böləndə 3 eləyir. Aşağıda x plus 3 qalır. Deməli, x plus 3-lər gedəndə cavab nəyə bərabər olur? 5-ə. Cavab C bəndi. Doğrudur. Üçüncü sualda kök 6 ifadəsini, kök 6 kvadrat kök, hesabi kvadrat kök bölməsinə aid belə bir sualımız var. Kök 6-da 100 çıxılsın, kök 6-da 36 fərqini hesablayın. Deməli, kök 6 burada ikinci dərəcədən, hesabi yəni kvadrat kökdür, ikinci dərəcədən. Kök 6 100. Bilirik ki, 100 nəyin kvadratı deyirik? 10-un kvadratıdır. Deməli, kök altında 10-un kvadratı çıxılsın, kök altında 6-ın kvadratı yazırıq. Kvadrat köklə ixtisara gedir, qalır 10, çıxılsın. Burada da kvadrat köklə ixtisara gedir, qalır 6. 10 çıx 6 nəyə bərabərdir? 4-ə. Deməli, cavab olacaq A bəndi. 4. Tənliyi həll et. Təbii ki, buraxılış imtahanlarında iştirak edən mövzulardan biri də tənliklərdir. Tənliklərin, kvadrat tənliklərdir. Tənliyin həllinin tapılmasıdır. Tənliyin kökü falan olarsa, məsələn, A əmsalını tapın. Belə bir ifadələrlə verilən suallardır. Bu da testlərdən biridir. Tənliyi həll et deyərkən x-i tapmalıyıq. Necə tapırıq? Azalan, çıxılan fərq. 2x qalır yerində. Demişik, hər zaman mən bunu deyirəm, geri qayıtma üsuluna istifadə edəcəyik. Azalan tapmaq üçün fərqin üzərinə çıxılan gəlirik. Belə də yadda saxlaya bilərik. Məsələn, geri qayıtma nəyə deyirəm? Məsələn, çıxma əməlində azalanı tapmaq üçün həmişə toplayırıq. Deməli, 4-ün üstə 8 gələcəm. 2x bərabərdir 12. Vurmanın da əksi hər zaman bölmədir. X də bərabərdir. 12-ni bölürəm 2-yə. Bərabər eləyəcək 6. Cavab C bəndi. Doğrudan da 6-ın yerinə qoyun. 2-ni 6-ya vuranda 12. 12-dən 8-in çıxanda eləyir 4. Cavab C. 5-ci sual tənliklər sistemidir. Tənliklər sisteminin həll edilməsi ilə tapılan x-i biz demişdik ki, təbii ki, toplama üsulundan, əvəz etmə üsulundan istifadə edə bilərik. Deməli, burada toplama üsulundan istifadə edəcəyik. Müsbət y, mənfi y əmsalları da 1-dir. Demişik ki, hər zaman əmsal eyni biri digərinin əksi olmaq şərti ilə olmalıdır ki, toplayarkən dedik tərəf-tərəfə islah olsun. Çünki oxşar toplananların islahından istifadə edir toplayarkən. Deməli, bax, fikir verin, alt-alta toplayıram ədədləri. Təbii ki, x-nə x-i toplayanda eləyəcək 2x. Müsbət y-la mənfi y-i toplayanda y-lar gedir. Qalır 0, yoxdur, bərabərdir. 10-un üstə 2 gələndə 12. X də bərabərdir. Yenə 12-ni 2-yə böləndə neçə eləyir? 6. Cavab B. 6. Yenə vuruqlara ayırma mövzusuna aid. Təbii ki, bu sınaq 1 olduğu üçün ilk 5-6 mövzu iştirak eləyir sınaqda. Burada A kubu çıx 8 çoxhəssizin vuruqlara ayır və buradan görünür ki, kublar düsturudur. A kubu çıxılsın B kubu. Kublar düsturunu yada salaq. A kubu çıx B kubunun açılış düsturu A çıx B
Hasili A-nın kvadratı plus AB plus B-nin kvadratı. Bu düsturdan istifadə edəcəyik. Burada A-nın kubu çıx, 8-in yerinə 2-nin kubu yazacağım. Kublar düsturunu tətbiq edək. A çıx 2, birincinin kvadratı plus hasili, yəni 2A plus 2-nin kvadratı 4. O da eləyir bizdə, baxaq görək hansı variant? Təbii ki, A variantı eləyəcək. Cavab A. 7-ci sualda yenə kəsri ixtisar et bölməsinə aiddir. Daha doğrusu cəbri kəsrlər bölməsinə aiddir. Burada kəsri ixtisar etmək üçün birinci müxtəsər tətbiq eləməliyəm, ortaq vuruq çıxmalıdır. Baxaq görək, burada yuxarıda baxırıq ki, surətdə müxtəsər var. A kvadrat çıx, B kvadrat müxtəsərini tətbiq eləyək. Bir toplama, bir çıxma. X çıx, Y vurulsun, X plus Y. Aşağıda da verilib X çıxılsın, Y. Təbii ki, X çıx, Y-lar gedir, qalır X plus Y. Cavab B variantı. X plus Y. 8-ci sualda yenə hesabı kvadrat kök mövzusuna aiddir. Kök altı bilirik ki, irrasional ədədlər. Bir kök altında, yəni eyni dərəcədəndirsə, bir kök altında hasili də tapılır, qismət də tapılır. Baxırıq ikinci dərəcədən kök altıdır və kök altında 8 vurulsun 2 kimi yaza bilirəm və kök altı 16 edir. Təbii ki, kök altı 16-dan nə çıxır? 4. Bilirik ki, nəyin kvadratı 16-dır? 4-ün. Cavab A variantı 4. 9-cu sualda kvadrat tənliyə aiddir. Tənliyin kökləri cəmini tap deyərkən, deməli, V düsturu yada düşür. Çünki tənliyin kökləri cəmi və ya tənliyin kökləri hasilini tap deyərkən, deməli, biz orada V teoremindən istifadə edirik. Baxırıq, birinci çevrilmiş kvadrat tənlikdir. Bəli. A-sı 1-ə bərabər olan bütün kvadrat tənliklər çevrilmiş kvadrat tənlikdir. Çevrilmiş kvadrat tənliyinin deməli, köklərinin kvadratları cəmi ortadakı əmsalın əksinə, köklərinin hasili isə deməli, sərbəst səddə bərabərdir. Köklərinin cəmi ortadakı əmsalın əksi, kökləri hasili isə sərbəst səddə bərabərdir. Deməli, kökləri cəmi istədiyi üçün cavab nə götürürəm? 4. Cavab 9-cu sualda 4-dür. 10-cu suala baxaq. Burada verilib bir D variantı, belə qeyd edeyim. 10-cu sualda yenə tənliklər sistemində əvəz etmə üsulundan istifadə edəcəyik. Çünki burada, məsələn, dəyişənlər verilsəydi, dəyişənlərin əmsalını birini digərin əksi olmaq şərti ilə, yəni əmsala gətirsək, belə deyim, islah edərək həll etmək olardı. Amma burada Y bərabərdir 3 verib. Deməli, Y-in tapıblar. Y bəllidir, 3-ə bərabərdir. Deməli, Y-in yerinə 3 yazacağım. Yazıram 2x plus 3 gətirib əvəz edəcəm. Bərabərdir 7. Geri qayıtma üsulu toplamışıqsa, demişəm, geri qayıdarsa çıxacaq. 2x bərabərdir. 7-dən 3-ünü çıxıram 4. X də bərabərdir. 4-ü 2-yə böləcəm. Eləyəcək 2. Deməli, cavab B variantı 2. Vuruqlara ayır deyərkən yenə müxtəsər vurma düsturlarının tətbiqi ilə və ya üçədlinin vuruqlara ayırması. Baxırıq, nəyin açılışıdır? Burada müxtəsərin açılışıdır təbii ki. Fikir verin, birincinin kvadratı, yəni A kvadratı çıx, 2 vurulsun A, B plus B-nin kvadratı. Fikir versiniz. Aha, belə yazdıq. Deməli, burada A-sı x-dır, B-si isə 3-dür. Çünki kvadratı son. Deməli, olur x çıxılsın 3-ün çöldən kvadratı. A variantı 11-ci sualda. 12-ci sualda məxrəcləri bərabər olan kəsirlərin cəmi verilib. Təbii ki, məxrəcləri bərabər olan kəsirləri necə toplayırıq? Məxrəc olduğu kimi qalır, surətlər toplanır. X-in üstə x gələndə eləyir 2x. 2x bölünsün 2. 2-lər ixtisara gedir, qalır x. Deməli, cavab A variantı x. Kökaltı ifadəsində bilirik ki, hesabi kvadrat kök, yəni cüt sayda, belə deyim, n-ci dərəcədən kökdə. Əgər n cüt ədəddirsə, o zaman kökaltı içərisindəki ədəd mənfi ədəd olarsa, mənası yoxdur. Amma burada mənfinin kvadratı. Təbii ki, mənfinin kvadratı hər zaman nə olur? Müsbət. Görürsünüz, mənası var. Kvadrat kökdən heç zaman mənfi çıxa bilmir. Çünki mənfinin kvadratı hər zaman nədir? Müsbət. Birinci, hər zaman kvadrata yüksəltməliyik. Bunu həmişə uşaqlara deyirəm. Əgər gördün ki, mənfi, bəzən uşaqlar deyir, kvadrat kökü aparır, mənfi 4 çıxır. Necə olur o? İkinci dərəcədən kök altı ifadəsində, yəni kök altı altındakı ədəddən mənfi 4 çıxsın.
ola bilməz. Çünki cüt dərəcədən kök 6 ifadəsində mənfi olarsa mənası ola bilməz. Yəni birinci kvadrata yüksəldirəm. Eləyir kök altında 16. Kök altı 16-dan nə çıxır? 4. Olacaq müsbət 4 B variantı. Yenə tənliyi həll et. Misalına baxırıq. Deməli, burada vurub açada bilərəm. Geri qayıtma üsulundan da istifadə edə bilərəm. Necə? Birinci üsula baxaq. Ətraflı izah eləyəcəm. Birinci, vurub aça bilərik. Məsələn, mötərizələrin vurub açılması necə olur? Ədədi mötərizə daxilindəki hədlərə ayrı-ayrılıqda vurub fərqi tapılacaq. 5-i bir dəfə x-a vururam. 5x çıx. 5-i bir dəfə 2-yə vuracam. Eləcək 10. Bərabərdə 15. 5x qalır yerində. Çünki mənfi 10-dur. Keçəndə bu üzrə müsbət 10 edir. Bilirik, əks işarə ilə bərabərliyin sağ və sol tərəflərinə ədədlər keçirilir. Toplanır olur 25. 25-i 5-ə bölərkən neçə eləyir? 5. Cavab oldu. Tənliyin kökü 5. Digər tərəfdən geri qayıtma üsulu nədir? 5 vurulsun. 5 vurulsun. X çıx 2 bərabərdə 15-dir. Buna hər hansı bir məchul kimi baxırıq. Vurmanın əksi nədir? Bölmə. 15-i 5-ə böləndə neçə eləyir? 3. Yazıram. X çıx 2 bərabərdir 3. Hər tərəfi 5-ə böldüm. Deməli, x nəyə bərabərdir? Mənfi 2 keçir o yüzden toplanır. 5-ə. Deməli, cavab oldu 5. Kök 6 169 ifadəsinin qiymət təbii ki, kök altında 13-ün kvadratı kimi yaza bilirəm. Kvadrat kökü yapar 13. Dedim axı, mənfi ola bilməz. Müsbət ədəd çıxır. Hər zaman 2-ci dərəcədən, 4-cü dərəcədən, 6-cı dərəcədən, 8-ci dərəcədən içərdə mənfinin də kvadratı ola bilər. Müsbətin də yenə də necə çıxır? Müsbət. Yəni modulda çıxır, o da 13-ə bərabər olur. Yadınızda qalsın.